Axşam qürub vaxtı olacaq da, elədir. Günlər bir-bir keçir. Bu çətinlikdir əslində. İmam Səccad əleyhissalam deyir ki, təəccüb eləyirəm, insanlar pulunu itirir, qəmlənir. Gün gedir, qəmlənmir. Hər gün keçir, qəmlənmir. Bu bir gün keçdi ya, bugün keçəcək axşam. Onun qədrini nə vaxt biləcək? Həzrət Əzrail gəlib canımızı alanda, deyəcək ki, nə olar, bir saat artıq fürsət verin də mənə. Bir saat artıq mən hər şeyi həll eləyim. O ki, sənə fürsət verməyəcəklər, sən hazır olacaqsan, bütün sərvəti verəsən ki, o fürsəti əldə eləyəsən, onda biləcəksən bu bir gün nə deməkdir. Bugün gedən bir gün. Onda sənin üçün bir gün xeyli vaxtdır. Bu günlər ki, gedir, onlar qayıtmayacaq. Sabahki gün başqa gündür.